Bir film var idi. Necə idi adı? Deyir, varlılar ağlamır. Varlıların göz yaşı olmur. Biz elə düşünürük ki, varlılar, imkanlar, pulu çox olanlar xəstələnmir. Belə düşünürük, amma əslində onların hər birisi xəstələnir. Və hər birisi yatağa düşür, hər birisi həkimə müraciət edir. 2021-2025-ci illərdə Amerika prezidenti olmuş Joe Biden prostat xərçəngi səbəbindən aldığı şifa müalicəsini tamamlayıb. Biden də xəstələnə bilərmiş, həm də xərçəng xəstəsidir. Uzun müddətdir ki, şifa müalicəsi alır. Təbii ki, mən də istinad edirəm Milli Az, xarici media o da istinad edir Milli Az. Xəbər verir ki, telekanalların birində 83 yaşlı Biden oktyabrın 20-sində bir xəstəxanada Filadelfiyadakı xərçəng mərkəzində radiasiya müalicəsini bitirib. Hadisənin görüntülərinin onun qızı Ashley Biden sosial şəbəkədə paylaşıb. Mayın 30-da Bidenin prostat vəsində aşkarlanan xərçəng səbəbinin müalicəsi başlandığını bildirilmişdi. Yəni bu il mayın 30-dan artıq o bildirilib ki, xərçəng xəstəsidir. Prostat vəzindən artıq müalicəyə başlayıb. Yenə də deyirəm, biz düşünürdük ki, varlılar, pullular xəstələnmir, onların göz yaşları olmur. Belə düşünürdük, amma görürsünüz ki, Bidenin indi mən düşünürəm ki, pulunu qoymağa yeri yoxdur, amma o da xəstələnib. Gör hansı xəstəliyə yoluxub.